Amerikalı ekstrasens Sushel adında biri deyir ki 2026-cı il və bundan sonra dünyada təbii fəlakətlərin çox olacağını deyilir deyə Azərbaycan mediaları onu paylaşır. Bu arada deyən. Maşallah, bu arada qusardayam. Özlərinə xeyir, dəyər verməyən, nə bilim, belə onun buna dəyər verən, belə ərəbə ona buna dəyər verən, öz ölkədə özünüzlə yaxşı istirahət eləyə bilməyən, öz ölkədə özlərini yaxşı istirahət eləyə bilməyən, özünün dəyərlərindən özünüz keyf çıxarda bilməyən bir yerdə ağıl sahib olan bir çox insanlara təbii ki ona buna həmişə inanar, qulaq asar, dəstək verir. Abala, bu təbii fəlakətlər neçə il deyilmiyəm mən bunu deyirəm ki, bunlar olacaq. 2019-cu ildən bu yana təbii fəlakətlər olacaq daha çox. Və keçən illərində də ən çox sellərin ili olacaq dediyi proqnozdan sonra mənə irad tutanlar deyirdinizmi ki, sellər həmişə olur da, nədim bey. Mən deyəndə ki, son 50 ilin, 100 ilin selləri olacaq. İndi hər rayonda hər kimisi sellərdən ziyan çəkdikcə təbii ki, çox adamlar onu deyir ki, başa düşürlər ki, bəli, mənim proqnozu eşidənlər, Nadim bunu demişdi, amma eşitməyən, onun dadını görməyənlər deyib, həmişə sellər olur deyir. Amma selin miqyasından danışıram. Neysə, Amerikalı ekstrasens təbii fəlakətlər çox olacağını indi deyir. Çünki zamana baxır. Çünki Venezuela'da, Meksikada, Yaponiyada ardıcıl bu aralar zəlzələlər oldu. Amma bunlar olana qədər dünyanın hər yerində ardıcıl zəlzələlərin olacağı və sonra da gəlib bütün dünyanın hər yerində zəlzələlər adi halına gələcək deyən mənəm və hələ ki bu təzə başlanıb və daha çox olacaq. Bunun içində sellər, küləklər, yanğınlar, hər şey var da təbii fəlakətə aid olan. Amma Amerikalı ekstrasens 2028-ci ilin sentyabr aya qədər Azərbaycanda 8 civarında zəlzələ olacağını deyibmi? Eminlə 2028-ci ildə Azərbaycanda 8 oranında zəlzələ olacağını Amerikalı ekstrasens demir. Bax, bunu Azərbaycanlı ekstrasens deyir. Amerikalı ekstrasens belə deyir. Utanmırsınız, Amerikanın dediyin ekstrasens, dediyin proqnozlar. Mən sizin Azərbaycan ekstrasensi neçə illərdir bağırır və onları da yaşayırsınız. Niyə siz demirsiniz, ay medialar? Yaltaqlıq bizim sanki qanımıza oturublar. Çox üzr istəyirəm. Çoxlarına aiddir, hamıya da yox. Götürüb o baş verən şeyləri filan Amerikan ekstrasens deyəcək. Tarixlərə bax. Amerika da axı böyükdür. Böyük şeylərə belə hamarlayan şeylərə yaltaqlanan, sabun tutan çox olur. Lazım deyil böyük yerlərdən tutmaq. Küçük olsun, dəyərli olsun. İllərdir bu proqnozları verən mənəm. Hansısa George Morge deyil. Olmasın bu şeylər, ondan olmasından yana da deyiləm. Sadəcə deyirəm ki, Amerikalı ekstrasens yox, Azərbaycanlı ekstrasensin yerini bilən, onların dediyini proqnozları illərlə deyən heç bir ekstrasens dünyada yoxdur. Sizə bir arada da Nuh gəmi eləyən peyda olmuşdu. Onu da paylaşırdınız. Mən o zamanı da dedim ki, elə şey olmayacaq. Niyə demədiniz ki, Azərbaycanlı ekstrasens dediyin düz çıxdı, olmadı elə bir şey. Neysə, aftafa tutmaq, yaltaqlanmaq, sabun əlində tutmaq bu dəqiqə bizim medialarımızın çoxumuzun əsl peşəsidir. Çoxların hamıya aid deyil. Ona görə də nə qədər ki elə insanların əlində media olacaq, o qədər də düzgün deyən, düzgün insanların yeri olmayacaq. Petoxlara yayınlar açacaq, petoxlara baxanlar çox olacaq, fahişəlik baş alıb gedəcək bloger söz altında. Onun bunun qeybətini danışan gic-gic adamların dövrüdür.
Onlara da baxanlar hələ onun taylarıdır. Mənə baxan, mənim kimi ziyalı, sözü düzünü deyən, idman ustası və ya nə bilim orada hər hansı bir həkim, hər hansı tarixçi, onlara baxan, onlara fikir verən yoxdur. Harda gic-gic adamlar var, onlara baxır və onlara baxan cəmiyyətin savadı, ağlı hansı dərəcədə olmalıdır ki, onlar düzgün olduğunu araşdıra bilsin. Sözüm hələ o taylarıdır. Ona görə də elə onun kimi o təbiətdən o cür olan adamların 2028-ci ildə baş verəcək zəlzələdə tək onlar Allah bir yerə yığsın, orada onları qoyu o zəlzələdən geçsinlər, biz də onlardan canı tutaraq. Savadlı, normal insanları öpürəm, var olun. Bir də bir bloger tutuldu ya avariyadan. Bax nə qədər ondan bildiyimdə bu cəmiyyətin əsaslı səviyyəsi. Kəşk bir qazinin, bir Misir Mərdanoğlu nədir var o. Onun da dalınca onun kimi insanlar da belə dəstək olardı. Mənim qonaqlarım da gəldi. Rəsiyyədən qonaqlarım gəlib. Gedim. Onlar parım bitki çörəyi verim. Burada proqnozda bitirdim. Allah sizi həqiqətən də baş verəcək bu təbii fəlakətlərdən 2028-ci ildə baş verəcək. Azərbaycanda böyük zəlzələdən 8 oranında 8 rəqəmi görürdüm. Həmişə onu açıqlamış oldum. Onu bir daha yeni açıqlayacağım. 8 oranında zəlzələ Azərbaycanın sentyabr ayına qədər 2028-ci ildə gözlədiyini bir daha xatırlayıram. Bunu hələ ki deyən heç kim yoxdur. Dünyada zəlzələlər çox olanda artıq bu barədə danışanda çox olacaq. Sağ ol. Olmasın, amma istəyərəm, ümid edirəm. Sağ ol.